Kim deyir ki, pirajkini qışda hazırlayırlar? Yayın bu istisində də pirajki hazırladımsa, demək ki, bizim ailədə pirajkinin fəsli yoxdur. Əgər siz də nar kimi qızarmış, üzəri xırçıltılı, içərisi pambıq kimi pirajki resepti axtarırsınızsa, bu video sizin üçündür. Reseptdə qeyd etdiklərimi birə-bir əlavə etsəniz, inanın, hazır aldığınız pirajkilərdən belə dadlı pirajkilər hazırlayacaqsınız. Hazırlanma qabına ilıq su, ilıq süd, yumurta, maya, duz, bitki yağı, mayonez əlavə edib yumuşaq bir xəmir yoğururuq. Əgər pirajkilərinizin xırçıltılı olmağını istəyirsinizsə, mayonezi mütləq əlavə edin. Xəmir tam mayalandıqdan sonra kündələrə ayırın. Kündələrin içərisini içliklə doldurun. Bir qədər gözlətdikdən sonra ilk başladığınız pirajkidən bişirməyə başlaya bilərsiniz. Pirajkiləri də keyfiyyətinə güvəndiyim qabuqlu tumdan çəkilmiş, intizar günə baxan yağlarında qızartdım. Sossuz pirajki olmaz deyib, tomat pastasını suyla qarışdırıb, cəfəri, keşniş, sarımsaq əlavə edib, yanına da ləzzətli sos hazırladım. Göz haqqınızı halal edin. Sonda da videonu bəyənib yaddaşa verməyi unutmayın.